Səma bir anlıq dəyişir, ay günəşin qarşısına çıxır, işıq azalmağa başlayır və gün anidən tutulur. Milyonlarla kilometr uzaqda baş verən bu hərəkəti biz sadəcə izləyirik. Bəs görəsən bu astronomik hadisə necə müşahidə edilir? Günəş tutulmaları əsrlər boyu insanların marağına, keçmiş zamanlarda isə hətta vahimə dolu qəribə hisslər keçirmələrinə səbəb olan əsrarəngiz astrofiziki hadisələrdən biridir. Bu nadir hadisə hər il müəyyən vaxtlarda müşahidə oluna bilir. Bəs növbəti günəş tutulması hadisəsini Azərbaycanda da izləyə biləcəyikmi və bu proses əslində necə baş verir? Mövzu ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova bizə ətraflı məlumat verdi. Tutulmalar əsrlərdir insanların böyük marağına səbəb olan əsrarəngiz göy hadisələrdir. Ay və günəş tutulmaları ayın, günəşin və yerin xüsusi konfigurasiya zamanı əmələ gəlir. Günəş tutulmaları o halda əmələ gəlir ki, bu halda ay yer ilə günəşin arasına girərək günəşin səthinin bir hissəsini və ümumilikdə tam hissəsini kölgə vasitəsilə örtür. Bu hadisə yalnız yeni ay fazasında olduqda baş verir, lakin hər yeni ay fazası günəş tutulması ilə nəticələnmir. 2025-ci ilin sonuncu günəş tutulması sentyabr ayının 21-də baş verəcək və bu qismən günəş tutulması olacaq. Tutulma hadisəsini Cənub yarımkürəsində, xüsusilə Yeni Zelandiyada, Avstraliyanın şərq sahilində, Antarktidada, Sakit Okean adalarında izləmək mümkün olacaq. Lakin qeyd edim ki, tutulma hadisəsini çox təəssüf ki, Azərbaycan ərazisindən izləmək mümkün olmayacaq, çünki tutulma gecə saatlarına təsadüf edəcək. Lakin bununla bərabər tutulma hadisəsini canlı yayım vasitəsilə Azərbaycandan da izləmək mümkündür. Tutulma hadisəsi ümumdünya vaxtı ilə 17:29-da başlayacaq, tutulmanın maksimumu isə 19:41-ə təsadüf edəcək, tutulmanın sonu isə 21:53-ə təsadüf edəcək. Və qeyd edim ki, tutulma zamanı günəşin səthinin təxminən 80% ayın kölgəsi vasitəsilə örtüləcək. Bu tutulma hadisəsini əlamətdar edən digər səbəb isə ondan ibarətdir ki, tutulma hadisəsi payız bərabərliyi ilə eyni vaxtda düşür. Yəni gecə ilə gündüzün uzunluğu təxminən bir-birinə bərabər olacaq.